Bəs qurban ayininin nə kimi psixoloji səbəbləri ola bilər? Bilirsiniz, müasir dövrdə təkcə müsəlman dünyasında deyil, müsəlman dünyasında bu proses zəifdir. Amma Qərb dünyasında belə bəzi alimlər, tədqiqatçılar tərəfindən araşdırmalar aparılır. İbadətin, zikrin, bəzi dini ayinlərin nə kimi psixoloji faydaları vardır. Biz qurbanlıq ayininin psixoloji yönlərinə diqqət etdikdə bir neçə mühüm nöqtənin orada olduğunun şahidi oluruq. Birincisi, qurbanlıq ayini bizim uşaqlarımızın psixologiyasına çox müsbət təsir edir. Əgər biz evimizdə Həzrət İsmail əleyhissalam, İbrahim əleyhissalamla ayədəki dialoqu uşaqlarımızın başa düşəcəyi səviyyədə onlara izah eləsək, heç vaxtı o uşaq böyüyəndə ağ valideyn ola bilməz. Böyüyün üzünə qayıda bilməz, əmrindən çıxa bilməz. Bir yeniyetmənin Həzrəti İsmail, Qur'an ki deyir, onu özünüzə nümunə götürün, uşaqlarımızın psixologiyasına Həzrət İsmailin nümunəsində biz çox güclü təsir göstərə bilərik. Atanın huzurunda necə olmaq lazımdır? Hətta böyüklərimizə belə Həzrət İbrahim əleyhissalamın misalında psixoloji təsir edə bilərik. Allah tərəfindən əmr gəlir ki, bunu et, amma İbrahim əleyhissalam o əmri görün necə mülayim tərzdə öz övladına çatdırır. Deyir, yuxuda görürəm, səni qurban kəsəm, bu haqda nə fikirləşirsən? Amma biz bəzən uşağa bir iş tapşıranda onu o qədər kobud, o qədər sanki hegemoncasına tapşırırıq ki, uşağın özünün də psixologiyasında bir ikrah hissi oyanmağa başlayır. Deməli, bu ayə bizə nəinki uşaqlarımıza, hətta özümüzə, böyüklərimizə belə bir növ psixoloji yön verir. Necə rəftar eləmək, əmri, sözü uşağa necə demək, uşaq da o əmri, o sözü necə qarşılamalıdır. Çünki Həzrəti İsmail əleyhissalam bu əmrin, bu göstərişin müqabilində gərək qorxuya düşərdi. Amma cavabında nə buyurur? Allah nə əmr edirsə onu et, inşallah ki, məni səbr edənlərdən görəcəksən.